Vətəndaş problemini lokal səviyyədə həll etmək olduqca vacibdir və həm də siz diqqət eləyirsinizsə, bizdə məsələn parlament seçkilərində hər bir demək dairədən heç olmasa 20-30 nəfər namizədliyin irəli sürür. İndi bunun keçəni, qeydə alınanı olsun 13-15. Bunların xeyli hissəsi lokal liderlərdir. Bunlar Azərbaycan masştabında hansısa bir funksiyanı, yaxud da hansısa bir çıxış edəcək, yaxud da hansısa bir mövqeyi təqdim eləyəcək potensiala bəzən sahib olmur. Amma bunlar bələdiyyədə bu potensialı göstərə bilmədiyinə görə yerli özünü idarədə. Bunlar daha çox bunu heç olmasa daha yuxarı instansiyada göstərmə niyyətini, yaxud da ümidini daşıyırlar. Halbuki biz imkan yaratmalıyıq. Bu cür passionar, enerjili insanlar yerlərdə, məsələn, məhəllədə çox təhsili olmayan, amma çox ağıllı bir qadın var. Məhəllə hamısı onun sözü ilə hərəkət eləyir. Yas məclisi keçirir, nə bilim, məhəllənin bütün işinə yarayır. Məhəllədə bir ağsaqqal bir adam var. Bütün problem olanda o çözməyə çalışır. Məsələn, bu elə bələdiyyə üzvü olmalıdır da. Bu artıq yerli problemi həll eləyən, enerjili, passionar insanları biz lokal bir səviyyədə problemlərin həllinə yönəltməliyik. Bu yönəldəndə artıq hansısa bir şəkildə bir məhəllədə yaxud bir haransa su basması, haransa kanalizasiya daşması, haransa suyunun kəsilməsi problemi qalmır.